Hər kəsə salam, necəsiz? İnşallah ki, yaxşısınız. Bugün kənd çolpası bişiririk. Siz necə bişirirsiniz? Mütləq rəylərdə yazın. Çünki mən başqa üsul bilmirəm. Yəni kənd çolpasını ancaq belə bişirmək ağlıma gəlir. Yaxşıca təmizlədim ətləri. Demək olar ki, çolpanın çox böyük hissəsini mən atıram. Çünki biz bunu alırıq rayondan, kənddən. Yaxşı təmizləmirlər, elə bilirəm. Hər insan yəni bu kənd çolpasını qəşəng təmizləyə bilmir. Ona görə çox hissəsini atıram. Yaxşıca yudum, qoydum qaynamağa və kəfini təmizləyəndən sonra içinə bir baş mütləq soğan atıram. Həm mal ətinə, həm də ki toyuq ətinə. Ümumiyyətlə bütün ətləri qaynadanda, içinə soğan atanda dadı çox gözəl olur. Yəni bir dəfə sınayın, özünüz görəcəksiniz. Ət bişəndən sonra başlayıram hazırlamağa. Soğanı kərə yağında biraz öldürdüm. Sonra üzərinə pomidor əlavə elədim. Və duz, istiot, biraz da sarı kök əlavə edirəm ki, rəngi gözəl olsun. Pomidorlar da biraz öləndən sonra əti, suyu və kartoşkanı əlavə edirəm və qapağı bağlı şəkildə bişirirəm. Bu qədər qızlar, siz necə hazırlayırsınız? Mütləq mənimlə bölüşün.